Lazımdır ki, bu otaqdan çıxandan sonra siz bunları edə bilirsiniz. Yoxsa bu gün gəldim, hər şey əlavə bir şey danışdı deyib, sabahdan həmin günü eyni yaşayırsınızsa, bu gün burada boş-boşuna keçir. Aha, sabahsı gün Pərviz Həsənovun növbəti seminarına gəlirsiniz. Sosial medyada onun növbəti YouTube'da videosu izləyirsiniz və ya ruhunuza xoş gələn, bugün mən sizin ruhunuza xoş gəlmişsəm, mənim tipdə digər şeyləri motivasiyadan qarşılayacaq, tamam mı? Tamam. İndi Azərbaycan gəncinin qarşısını alan amillərdən danışmaq istəyirəm. Bu danışacağım biraz sorğulanında görünə bilər, amma fərq nədir? 10 ildir, təkcə belə seminar yox, individual mentorluq edirəm gənclərə, tək-tək gəlir və gənclər qabağında otururlar, hərəsində 1 saat keçirirəm. 1 saatda mən nəyi təyin edirəm? Atatürk'ün bir sözü var. Mən bir şeyi necə satıram, problemləri təyin edirəm. Problem nədir? Problemi aradan qaldırıram və istədiyini çatırım. Bu Atatürk'ün metodudur. Mən də neyiməm? Gəncə baxıram, gəncin problemi nədir? O dəqiqə onu necə aradan qaldıra bilərik? Bunu necə qaldırıram? Pərviz olmağı unuduram, mən sən oluram. Bir dənə vizualizasiyayı keçirəm sənin həyatına, indiki heç nəyim yoxdur. Sənin durumundayam, bu jimjiməylə mən buradakı iş tapmalıyım, mən sən olsaydım nə edərdim? Bunun üzrə danışırım. Və təəssüflə deyirəm, əksər gənclərdən qarşılarını kəsən ən böyük bariyeri siz nə görürəm? Valideyn deyil. Çoxunuzda. Bariyerdir. Çox qəribə bir şeydir. Valideyn sənə dəstək olmalıdır, sənə qabağa atan faktor olmalıdır. Təəssüflə bəzilərimizdə valideyn əsl bariyerdir. Gəl bir də onu danışın ki, valideynə qarşı necə davranmalıyıq dostlar? Niyə valideyn? Birinci, valideynə qarşı empatiya qurmalısan. Mən deyirəm, valideyn mənə yox deyir. Niyə yox deyir? O hansı dəyərlərə görə yox deyir? Axı o məni sevir, düzdürmü? Empatiya qurmalıdır və əsas da empatiya nədə qurmalıyıq dostlar? Sənin valideynin başqa bir dövrün insanıdır. Sən bu dövrün insanısan. Və o bütün yoxları sənə deyərkən, əslində qalsa öz aləmində səni mühafizə edir. O istəmir sən başqa pis iş gəlsən, o istəmir sən gedib hansı büdüriyəsən. O mümkün qədər səni seyf, sağlam yolda aparmaq istəyir. Ona görə ona, indi bir arzumuz var. Valideyn sənə deyir ki, yox. Neymiş? Tamam mı? Birinci, valideynin qarşı necə davranmalıyıq? Psixolog kimi. Biz necə davranırıq valideynin qarşı? Psixopat kimi. Yəni sən həvəsli, pul materiyası, filan yolu tutacam mən. Ata, filan şey deyəcəm. Ata da bir dənə cavab verir. Ayağını aşağı bir uzadıb, televizora baxır, əlində pul. Yox. Və o yox, elə bir aktualitet olur ki. Və sən nə deyirsən? Bu mənim xəyalımdır, bu mənim haqqımdır. Siz məni cəmaatın qızı belə edirsiniz, məni qoyursuz ayağına. Başlayırsan, səs haqqında. İndi nə olur? Ola bilər, bitirib haqqında danışırsın, tamam mı? Bu zaman sanki haqqınızı tələb edirsiniz valideynin, amma çox sərt bir yoldasınız. Bu zaman çünki valideyni hansı damarda işə salırsınız? Avtoritet damarda. Sənin valideynin, o yox, bəlkə yaxşı damarda düşəndə, hə, ola bilər. Amma o onu nəyə çevrilir? Mən yox demişəmsə, bu yoxumun bir kəsəri olmalıdır. Və mən göstərəcəm ki, mənim yoxum yoxdur. Və bir söz keçib olur, nə? İnad. Düzdür? O inada yol verməməsi dostlar. Psixolog kimi. Tamam mı? Benim asistanlardan biri de Sevil Xanım idi, gəldi dedi ki, Həzrəm bir şey danışmaq istəyirəm, bu ilimizin sonunu danışmaq istəyirəm, bu ilin sonunu mən Fransada özümə bir həyat qurmaq istəyirəm. Necə quracaqsan? Bir ki, bəs Fransada təhsilə başvuracam, təhsil ala-ala iş tapacam, işləyəcəm və yaşayacam. Növbəti sual, valideyn buna nə deyəcək? Yox, qəti yox deyəcək. Nə düşünürsən? Elə o sizin yanınıza gəlmişəm. Mən istəyirəm ki, proses aparıb, başvurub, universitetdən qəbul alıb, ondan sonra evdə gəlib deyim ki, bəs mən Parisə qəbul almışam da, nə olar, bıraxın da mənə. Deyim, tamam, yaş onda nə deyəcək? Onda da yox deyəcək. Düzdür mü? Dedim, okey. O zaman onu onda deməli deyilsən, indi deməlisən. Yo, indi tezdir, bu 7 ay var, yo, deyirəm, qulaq asın. Gedirsən evdə, valideyinə deyəcək ki, mən Parisdə yaşamaq, Parisdə oxumaq istəyirəm. Yox deyəcək, değil mi? Yox deyən kimi heç nə demişsən. Ətə göstər. Yox, ola bil. Sən deyirsən, o yoxu deyir, yoxu deyəndə tamam ata deyib ki, keçib gelirsən. Mümkün deyil, mümkündür, eləyəcəksən. Buraya var, neyse, gelir evdə deyir, olduğu kimi cavab olur. Yox, gəldiniz, nə oldu? Danışdığımız kimi oldu. Yox, yox dedi, tamam. İndi neymirsən?
Başlayırıq, o ata bilmir manipulyasiya. Biz 7 aylıq bir manipulyasiyaya başlayırıq. Sevinç xanımla. Televizorda bir Eyfel qülləsi görən kimi sən belə izən. Göz, şuuraltı. Evə Eyfel qülləsinin oyuncaqlarını görürsən. O kişi hayranı, o hiss eləməyəcək ki, bu kaldedik üstündə bu büyük qüllə almasıdır. Oradan bir şey, evi döndürürsən panisə. Tamam mı? Aileci kesirsin. Güdürsən kişinin ən belə içib keyfli vaxtı, keyfli zor vaxtında bir dənə mövzu atırsan. Mən sana demədim, yox, belə. 7 ay biz olduq və demişdim ki, əgər alınmasa söz verirəm, mən aeroportda sən yox, özün olsan. Ehtiyac qalmadı. 7 ay tabanında papası özü çamadanlarla qızını yola saldı. Sevinç xan bugün də Fransada yaşayır, geri dönməli. Mümkün. Valideyn, hər birisi deyir, bəzi siz bilmirsə, mənim valideynim necə valideynim, bilirəm. Bir şey bilməlisiniz. Mənim də valideynim, atam Qarabağlıdır və çox zəhmli insan olur. Səsini qaldırdım, ama bu yaşını bitirir. Bu, sənin canından candır. O ata, sənin canından candır. Vardır onun bir damarı. Sadəcə sən hələ tuta bilmirsən onun üçün. Ömür boyu aramızda bir qopuqluq olur. Hər zaman xəyal qırıqlığı yaşamısan, küskünsən bəlkə də ona qarşı, düzdürmü? O kommunikasiyanı yenidən qurmağı bacarmalısan. Sən bugün mənə deyə bilərsən ki, mən uğurlu bir iş adamı olacağım. Olacaqsan, çox gözəl. Ən vacib bacarıqlardan biri nədir? Hansı peşədə olursa olsun. Ən vacib bacarıqlardan biri nədir? Satmaq bacarığı. Satış bacarığı. Satma mütəxəssis olmaq bacarmalısınız. Düzdür. Mən bugün seminarda özümü tədqiq eləmədim. Amma seminar boyu özümü altdan sizə satdım. Siz məni görüb bildimə qıcıq olanlarınız oldu. Yavaş-yavaş sevməyə başlayırsınız. Hələ seminar sonra şəkil çəkdirəcəksiniz. Yavaş-yavaş satıram. Bu satma bacarığı. Başa düşürsünüz? Və siz də bunu qarşı tərəfə satmalısınız. Demirsən, o uğurlu iş adamı olacam. Səncə, müştəriyə bir şey satanda, bir xidmət, bir biznes, bir məhsul, müştəri hə deyəcək. Böyük ehtimal Azərbaycan müştərisi yox deyəcək. Birinci zalı yox olacaq. Sən o yoxu nəyə çevirməlisən? Nəyə çevirməlisən? Sən biznesin batacaq. Həyat budur, düzdür. Və bugün sənin xəyalın, sənin məhsulundur. Sənin o valideyni sənə yox deyən ilk müştərindir. Satırsan o xəyalını o valideyni. Tamam mı? Görən necə satış adamısın. Yaxşı, eyləyirsiniz dostlar. Nəvəl zəhmət olmasın.